Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrefil enbiya ve mursalin. Ala seyyidina nebiyyina Muhammedin ve ala alihi ve sahbihi ecmaîn. Rabbi şrah li sadri ve yessir li emri ve hlul ukdeten min lisani yefqahu qawli. Birincisi, əziz və dəyərli qardaşlarım, dəyərli müsəlmanlar, ilk öncə özümə, sonrasında hər birinizə uca o böyük olan Rəbbimizdən haqq təqvası ilə qorxmağı nəsihət edirəm. Həqiqətən də Allah Teala mübarək kitabında buyurur ki, sizin ən hörmətiniz Allahın dərgahında Allahdan ən çox qorxanınızdır, yəni təqvalı olanınızdır. Uca o böyük olan Rəbbimizdən qorxmaq, Allah Teala'nın üzərimizin əmrlərini yerinə yetirmək, nəyi ki bizlərə qadağan edibsə, nədən ki çəkinməyi əmr edibsə, o şeydən uzaq durmaqla bu sifəti qazanmaq olar. Və ilk öncə Allaha sonsuz sayılı həmsənallar olsun ki, Allah Teala gözəl, mübarək bir aya bizi yetişdirib, bu ayın oruclarını tutmağı bizə nəsib edib. Artıq bu günləri 26-cı günü geridə qoyduq və dua edirəm ki, sona qədər Ramazanı çatdırmağı Allah Teala bizə nəsib etsin və bu ayda tutduğumuz orucları, etdiyimiz ibadətləri Allah Teala qəbul buyursun. Həqiqətən də ibadətin edilməsi kimi qəbul olunması da önəmlidir. Ki, müsəlman, baxırıq ki, biz sələflərə, onlar dua edirlər ki, Allah Teala'ya ki, Allah Subhanahu Teala onların ibadətlərini qəbul etsin. Ona görə də Allahdan istəmək lazımdır ki, bu ibadətlərin qəbul olunması. Və bu günləri ehtimal olunan 27-ci gecədir. 27-ci gecədir. Və əlhamdülillah ki, bəzi məscidlər hələ açıq olacaq. Yəni, kim istəsə, gedib məscidlərdə otura bilər səhərə kimi, yəni sübh namazına kimi. Dua ilə, zikirlər ilə, Quran oxumaqla, səhərə kimi, yəni bu cürlə xeyirli əməllərlə keçirmək lazımdır bu gecəni. Deməli, qardaşlarım, sələflərin bilirsiniz ki, gözəl nəsiyyətləri var və onlardan, bu nəsiyyətlərdən biri də deyir ki, İki şeyi deyir, heç vaxt deyir, unutma deyir. Bir deyir, axirəti, bir də Rəbbini. Həqiqətən də insan axirəti və Rəbbini heç unutmamalıdır. Rəbbini unutan insan həqiqətən də bu həyatda, bu dünyada, həm burada, həm axirətdə ölü kimi də insan. Yəni, yer üzündə diri geçsə də, iki ayağı olsa da, gözü olsa da, görür, qulağı olsa da, eşitsə də. Lakin Allah Subhanahu Teala onları qiyamət günü kör, kar, bu cürlə vəsf edir. Qəlbləri də ölmüş. Yəni, hər nə qədər bu dünyada görsələr də, eşitsələr də, Allahın əmrlərini, haqqı eşitmədiklərini görə, Allah Subhanahu Teala onları neydi? Kör, kar adlandır. Və ona görə də iki şeyi insan heç vaxt unutmamalıdır. Yaddan çıxarmamalıdır. Allahını və axirət günü. Axirət də elədir ki, insan daima ona axirəti xatırladan, ona qiyamət günü diriləcəyini, Rəbbinin hüzurunda duracağını, Allah Subhanahu Taala'nın sorğu-sual edəcəyini, bütün əməllərini hesaba çəkəcəyini daima xatırladan bir insan olmalıdır ki, sənə xatırlatsın ki, axirət var, ölüm var, sorğu-sual var. Bunları heç vaxt insan unutmamalıdır. Sonra deyir ki, iki şeydən deyir, heç vaxt deyir, qorxma deyir. Bir ruzidən, bir də əcəldən, ölümdən. İki şeydən deyir, heç vaxt qorxma. Çünki bu iki şeydə sən artıq ana bətnində olanda, necə ki Allahın Rasulü sallallahu aleyhi ve sellem xəbər verir, artıq onlar yazılır sənə. Sənin rozin də yazılır, sənin əcəlin də yazılır. Yəni əcəl odur ki, nə vaxt bu dünyadan köçəcəyin, ölümün. Ona görə də Həzrət Əli radiyallahu anh deyərdi ki, yəni insan deyir, ölümdən qaçdığı kimi, rozidən də qaçarsa, ölüm deyir, onu haqladığı kimi, rozi də onu nə edəcək? Haqlayacaq. Yəni, Allah Subhanahu Teala hər bir yer üzündə olan canlının rozisini təyin edir. Yəni, sən o rozini, yəni o qazancı, belə deyək, nə qədər sənə yazılıbsa, onu alacaqsan, ondan sonra bu dünyadan köçəcəksən. Əgər Allah Teala, misal üçün, sənə 50 il ömür veribsə və bu 50 ildə sən əgər 1000 manat, misal üçün, qazanacaqsansa, onu qazanacaqsan qəpiyinə kimi, ondan sonra bu dünyadan köçəcəksən. Eyni qaydada da ölüm də belədir. Sənə əgər 50 il yaşlı yazılıbsa, sən 49 il, 11 ay yaşamayacaqsın. 49 il, 12 il yaşayacaqsın. Yəni ki, 12 ay. Tamam, 50 yaşında nədir? Dünyağı dəyişəcəksin. Nə də bir gün, bir saniyə ondan geç. Nə tez, nə də gec olacaq. Ona görə də deyir ki, iki şeydən heç vaxt qorxma.
ruzidən, bir də əcəldən. Lakin biz baxırıq ki, insanların dərdləri ancaq nədir? Budur. İnsanların dərdi budur. Görürsən ki, pullu olan insanlar fikirləşir ki, necə eləyim ki, uzun ömür sürüm, ölməyim. Bu da mümkün olan bir şey deyil. Ona görə Allah Taala da Qurani-Kərimdə buyurur ki, əgər möhkəm qalaların içindən gedib belə girsəniz, qalaların içərisində gizlənsəniz belə, o ölüm sizi nə edəcək? Gəlib tapacaq. Ölüm gəlib tapacaq. Ona görə də yer üzündə elə bir məxluq, Allahın yaratdığı elə bir canlı yoxdur ki, ölümü dadmasın və hər bir kəs də bilir ki, öləcək. Ən varlısı da bilir, ən kasıb olan insan da bilir. Ona görə də Allah Taala hər bir kəsə elə bir ömür vaxt verir, o ömrü də yaşayacaq, bu dünyadan köçüb gedəcək. Ona görə sələflər deyir ki, iki şeydən heç vaxt qorxma. Ruzidən, bir də əcəldən. Nə yazılıbsa, onu da alacaqsan. Elhamdülillah. Sonra deyir ki, dünyada deyir, iki insanın deyir, rızasını qazanmaqda deyir, həris olur. İki nəfərin rızasını qazanmaqda həris. Bir anadır, bir də atadır. Çalışmaq lazımdır, onların rızasını nə etmək, qazanmaq. Onlar bu həyatda yaşadıqları müddətdə. Ona görə də Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, burnu yerlə sürülsün o insan ki, hansı ki Ramazan girib və Ramazan bitənə qədər bağışlanılmamış halda çıxır Ramazandan. Və sonra deyir ki, Allah Rasulü və deyir ki, burnu yerlə sürülsün o insan ki, ana, atası həyatda ikən onların nədir? Razılığını qazanmadan bu dünyadan köçür. Onların lənətini, bədduasını qazanaraq bu dünyadan elə köçür. Ona görə də Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, burnu deyir, yerlə sürülsün. Bu iki insan hansı ki, hər bir kəs üçün vacibdir, önəmlidir. Valideyndir ki, anadır, atadır. Övlad çalışmalıdır ki, onların nədir? İstədiklərini həm yerini bacardığı qədər yerinə getirsin, onlar üçün dualar etsin, onlar üçün xoş davransın, xoş rəftar etsin. Necə ki, Allah Taala Qurani-Kərimdə buyurur ki, uf belə nədir? Deməyin. Uf belə deməyin. Sonra deyir ki, burada deyir ki, sıxıntılarda və müsibətlərə qarşı deyir, iki şeylə deyir, Allaha sığın. Müsibət gələndə, imtahan gələndə, sıxıntılar gələndə iki şeylə deyir, Allaha sığın. Səbir və bir də namazdır. Səbir və bir də namaz. Namaz qılmaqla, ibadət etməklə və Allahdan nədir? Səbir diləməklə. Səbir önəmlidir. Çünki elə bir insan yoxdur ki, imtahanla qarşılaşmasın, sınaqla qarşılaşmasın, çətinliklərlə üz gəlməsin. Lakin bu çətinliklərə, bu sınaqlara qarşı səndə Allahdan səbr olmalıdır ki, sən nə edirsən? Səbr edəsən və gözəl şəkildə də bunları adlayasan. Gözəl şəkildə bunları adlayasan. Ona görə də səbir də həmişə Peyğəmbər sallallahu əleyhi və səlləm buyurduğu kimi ilk anda olmalıdır. O müsibət, imtahan gələn zaman olmalıdır. Sən səbr etməlisən. Necə ki, baxırıq ki, sahabələrin həyatına və yaxud Peyğəmbər sallallahu əleyhi və səlləmin həyatına ki, övladını itirəndə nə edir? Ən gözəl səbri nümayiş etdirir Peyğəmbər sallallahu əleyhi və səlləm. Peyğəmbər sallallahu əleyhi və səlləm ən gözəl səbri nümayiş etdirir. Və yaxud da Əyyub əleyhissalamı yanınıza salın, nə qədər imtahanlar gəldi, lakin səbr etməkdə və şükür etməkdə Peyğəmbərlər daima insanlara nümunədir. Nümunədir ki, insanlar onlardan nədir? İbrət götürürlər. Və yaxud da sələflərin, sahabələrin həyatına baxırsan ki, o hədisdə gəlib Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, cənnətdə deyir, onun üçün bir ev tikir və o evin adını da Həmid evi qoyur. Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, Allah Taala mələkləri göndərir, bir iman əhlinin uşağını nədir? Canlı alırlar o mələklər. Kiçik yaşında canlı alırlar. Və o insan da nə edir? Allah'a həmd edir, Allah şükür edir. Çünki verən də Allah idi. Allah da nədir? Allah Subhanahu Taaladır. Və Allah Taala da mələklərinə əmr edir ki, cənnətdə onun üçün bir ev qərar verin və adını da o Həmid evi qoyun yerin. Ona görə də sıxıntı və müsibətlərə qarşı insan Rəbbinə sığınmalıdır nə ilə? Səbir və namaz qılmaqla. Sonra deyir ki, iki şeyi deyir, heç vaxt xatırlama. İki şeyi heç vaxt deyir, xatırlama. Başqalarına etdiyin yaxşılığı, sonra deyir ki, başqalarından gördüyün pisliyi. Bunları xatırlama. Yəni, insanlara etdiyin yaxşılıq var. Hansı ki, insanlara ki, edirsən o yaxşılığı. Onu xatırlama nə deməkdir? Yəni, gəlib orada danışma. Mən filan kəsə filan şey elədim. Mən filan kəsə filan işi gördüm. Filan şey elədim. Əksinə,
Onu etdinsə, Allah üçün etmisənsə, onu yaddan çıxart. Əssalam, onun mükafatını sənə Allah Subhanahu taala verəcək. Ona görə də biz baxarıq ki, sahabələrin həyatına, onlar yaxşılıqları yox, öz pis əməlləri, günahları üstündə daha çox düşünürdülər və onlara çalışırdılar nə etsinlər, tövbə etsinlər, özlərini düzəltsinlər o günahlardan. Amma yaxşılıqlar bilirdilər ki, onlar etməyəcək. Allah Subhanahu taala onları qəbul edər. Allah Subhanahu taala onların etdiyi o yaxşılıqları nə edəcək? Mükafatlandıracaq. Və həmçinin deyir ki, başqalarından gördüyün pisliyi xatırlama. Yəni insanların günahlarını keç, günahlarını bağışla, sənə qarşı olan haqsızlıqlarını etkin üstündən ötged və Allah üçün onları nə etkinə bağışla ki, Allah Subhanahu taala da səni nə etsin, əfv etsin, səni bağışlasın. Bu qısa bir nəsihət idi qardaşlarım. Allah Taala dua edirəm ki, bu deyilənlərə bizi əməl edən qullardan etsin. Dua edirəm ki, Allah Taala bizləri dünyada da və axirətdə də möhkəm bir kəlmə olan La ilahe illallah kəlməsini sabit qədəm etsin. Bizləri əfv etsin, bizləri bağışlasın və bu gözəl günlərdə Allah Taala bizim günahlarımızı bağışlasın və bu ibadətlərimizi də qəbul etsin. Allah razı olsun. Subhanakallahumma bihamdik, əşhədu en la ilahe illallah.